Gəlin Vüqar Zeynalovdan maraqlı bir məhlul məsələsinə baxaq. Elektrolizli məhlul qarışıq bir məsələdir. 400 qram 40% kuprim SO4 məhlulu elektroliz etdikdən sonra 360 qram məhlul qalıb. Son məhlulda suyun kütləsinin həll olan maddənin kütləsinə fərqini müəyyən edirik. Deməli, nə edirik? İlk öncə 400 qramın 40%-nin içərisindən kuprim SO4-ü tapırıq. Gəlin baxaq. 400-ün 40%-in nə qədər eləyəcək? 160 qram. Deməli, 400 qram məhlulumuzun 160 qramı kuprim SO4, 240 qramı nədir? Su. Yəni, sulu məhluldur. Kuprim SO4, 240 qram suda, 160 qram. 240 qram suda həll olunub. İndi yazırıq elektrolizin. Kuprim SO4-ün suda elektrolizini həyata keçirdək. Reaksiyadan deməli pasiv metallarda metal, oksigenli turşu qalığında isə su oksidləşib. Buradan sudan oksigen çıxacaq. Kuprium üstə gəlsin oksigen və məhlulda H2SO4 qalır. Əmsallaşdırdıqda 2 kupriumdan 2 sulfat, 2 su, 1 molda oksigen ayrılacaq. Bizə deyir ki, ilkin məhlul 400 qram idi. Amma burada sonra 360 qram məhlul qalır. Çıxırıq 360 qramı ilk, bu da son məhlul. Tapırıq ki, itkimiz nə qədərdir? 40 qram itki. Bu itki nə ola bilər sizcə bu məhlulda? Baxaq itki. Çıxan qaz. Aha, dedik çıxan qaz və bir də batan metal. Düzdürmü? 2-ni vurdıq 64-ə 128, 1-i vurdıq 32-yə 32. Nə qədər elədi? 160 qram itki. Deməli, 160 qram itki olanda nə qədər H2SO4 məhlula keçir? 2 vurulsun 98. Bəs yaxşı, 40 qram itki olanda nə qədər H2SO4 olar? H2SO4 keçər. X. Buradan X-imizi tapırıq. 4. Tak, bu da bundan qaldı 49 qram. Deməli, sulfat burada da yazırıq. 49 qram H2SO4. Daha sonra test edirəm. Daha sonra 49 qram sulfatı məhlula həll olan kimi daxil etdik. Deməli, gəl baxaq görək bu 49 qram sulfat alınması üçün nə qədər biz kuprim SO4 sərf edirik. Deməli, yazaq bir də kuprim SO4-dən H2SO4. Burada 2-yə 2 alınırsa 1-ə də 1 alınacaq. Yazırıq 160 qram 98-dirsə 49 qram da Y-dir. Buradan tapırıq ki, Y-imiz nə qədər eləyir? 2, 80 qramı. Deməli, 160 ilk kuprim SO4-dən 80 istifadə olunub. Yerdə nə qədər su qalıb? 80 qramı qalıb. Harada? Məhlulda. Düzdürmü? 80 qramı məhlulda qaldı. Deməli, burada yazırıq 80 qram kuprim SO4. Bu bizim məhlulumuzda olanlardır. Son məhlul. Aha, son məhlulda olanlardır. Deməli, indi biz baxmalıyıq ki, nə qədər su sərf olunub. Bizim burada 240 qram suyumuz var. Axı, nə qədərsə su sərf eləmişik. Məhlulun özünün suyu öz duzu ilə elektroliz olunub axı. Deməli, kuprim SO4 plus elə bir ki, H2O yarımçıq yazaq. Deməli, 160-a, burada indi əslində 2 vurulsun var. Əmsalları saymırıq. Kuprim SO4-də nə qədər su gedəcək? 18 qram. Bəs yaxşı, biz tapdıq ki, 80 qram sərf eləmişik də. Bəs bunda nə qədər su sərf olunacaq? Z bərabərdir 2, 9 qram su sərf olunacaq. Deməli, 240 qram ümumi məhlulun suyu ilə 9 çıxdıqda 231 qram su məhlulda istifadə olunmamış. İstifadə olunmayıb. Aha, deməli biz 231 qram suda yazırıq bura 231 qram su. Aha, indi bizdən nə soruşur? Deyir ki, son məhlulda olan su 231-dir. Çıxırıq nəyə? Həll olanı. Həll olan nədir? Çıxırıq 49 üstə gəlsin 80. Tak,
Gəlin burada yazaq qaralama ilə. 49-un üzərinə 80 gəldikdə 9, 129. 231 çıx 129, o da bərabərdir. Gəlin çıxaq 231-dən 129 çıxanda 11-dən 2, 0 və 102 qram. Cavab isə 102 qramdır. 42-ci məsələmiz.